Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 1-ci hissə, səhifə 49, 50, 51 və 52-nin çalışma həllərinə baxacaq. Birinci çalışmada alıcı bir neçə popkorn qutusuna 6 manat ödədi. Popkorn qutularının sayı 2 dəfə çox, 3 dəfə çox, 2 dəfə az, 3 dəfə az olarsa hər bənd üçün suallara cavab verin. Deməli, A bəndini yazırıq. Alıcı nə qədər ödədi deyirsəm, bir neçə popkorn bilmirəm nə qədər popkorndur, nə qədərsə popkorn var. Və həmin popkornlara 6 manat pul ödəyib. Deməli, A bəndində 2 dəfə çox deyirsə, 6 vurulsun 2, 12 manat pul ödəyəcək. B bəndində 3 dəfə çox deyirsə, 6 vurulsun 3, 18 manat pul ödəyəcək. C bəndində 2 dəfə az deyirsə, deməli mən 6-nı 2-yə bölməliyəm. Bərabərdir 3 manat pul ödəyəcək. D bəndində 3 dəfə az deyirsə, 6 bölünsün 3 bərabərdir 2 manat pul ödəyəcək. İkinci sualda soruşur ki, ödənilən məbləğ qutuların sayı ilə düz mütənasibdirmi? Bəli, düz mütənasibdir. Düz mütənasib kəmiyyətlər bir kəmiyyət bir neçə dəfə artdıqda ona uyğun olaraq digər kəmiyyət də həmin dəfə artır, azaldıqda da həmin dəfə azalır. Burada da gördük ki, 2 dəfə çox, 3 dəfə çox da artdı və pulun məbləği də artdı. 12 və 18. 2 dəfə az, 3 dəfə az dedikdə azaldı və pulun məbləği də azaldı. 3 manat və 2 manat oldu. İkinci çalışma. Şəkildəki düzbucaqlının uzunluğu 3 dəfə artırılarsa, 4 dəfə artırılarsa, 4 dəfə azaldılarsa, sahə necə dəyişər? Düzbucağının sahəsi biz bilirik ki, eni və uzunluğunun hasilinə bərabərdir, yəni AB düsturla hesablanır. Burada A elə olduğu kimi saxladaq, enin isə yerinə yazaq 3. 3-ü də A-ya vuranda və yaxud da A-nı 3-ə vuranda edir 3A. İndi A bəndinin sualına cavab verək. 3 dəfə artırılsa, o zaman S bərabərdir 3 vurulsun 3A bərabərdir olar 3-ü 3A-ya vuranda 9A olar sahə. Və 3 dəfə artırsa sahə də 3 dəfə artar. 3 dəfə artar. B bəndində 4 dəfə artırılarsa S bərabərdir 4 vurulsun 3A bərabərdir 12A olar sahə və uzunluq 4 dəfə artırsa sahə də 4 dəfə artar. Çünki bunlar düz mütənasib aslıdırlar. C bəndində S bərabərdir 3A yazırıq. 4 dəfə azaldırsa, o zaman 3A-nı biz 4-ə bölürük. Bu formada da qalar və yaxud da 4-də 3A kimi də yazmaq olar. Əgər 4 dəfə azalırsa uzunluq, sahə də 4 dəfə azalacaq. Üçüncü çalışma. Hansı cədvəldə x və y dəyişənləri düz mütənasib aslıdır? Biz bunu təyin etmək üçün əvvəl baxırıq ki, hansı cədvəldə kəmiyyətlər eyni dəfə artıb. A bəndinə baxaq. Deməli, burada x 2-dir, y isə 6-dır. 2-ni 3-ə vurublar, 6 eləyib. Burada x 3-dür, y 9-dur. 3-ü 3-ə vurublar, 9 eləyib. X 4-dür, y 12-dir, 4-ü 3-ə vurublar, 12 eləyib. X 5-dir, y 15-dirsə, deməli 5-ü 3-ə vurublar, 15 eləyib. Baxın, hamısında 3-ə vurduq. Yəni, y-lar x-lardan 3 dəfə çoxdur. Yəni, eyni dəfə artıb. Deməli, A bəndi düz mütənasibdir. Bu doğru işarəsi qoyaq. İndi B bəndinə baxaq. X-ımız 2-dir. 2 4-ə vurulub 8 olub. X-ımız 3-dür. 3 3-ə vurulub 9 olub. X-ımız 4-dür. 4 3-ə vurulub 12 olub. X-ımız 5-dir. 5-in 25 olması üçün 5-ə vurmaq lazımdır ki, 25 olsun. Amma burada nizam yoxdur. Çünki bir dəfə 4-ə vuruldu. Bir dəfə 3-ə. Yenə 3 təkrar gedib, amma sonra yenə 5 var. 4, 3 və 5. Yəni, müxtəlif ədədlərdir burada. O zaman bu düz mütənasib aslı deyil. C bəndinə baxaq. X-ımız 3-dür. 3 2-yə vurulub 6 olub. 4-dür. 4 2-yə vurulub 8 olub. 5-dir.
X-ımız 5 2-yə vurulub. Yəni, buradakı qiymətləri götürürəm. 10 olub. 6 2-yə vurulub 13 olub. Baxın, hamısında eyni dəfə artdı. Yəni, y-ları tapmaq üçün x-ların hər birini 2-yə vurub y-ların qiyməti tapılıb. Deməli, C bəndi də düz mütənasib asılıdır. A və C düz mütənasib asılıdır, B isə düz mütənasib asılı deyil. 4-cü çalışma. Cədvəli tamamlayın. Burada malın sayı x ədəd var və ikinci məbləğ y manatdır. Yuxarıda 1 var, burada 8, burada 4. Deməli, bir dənə xanada hər ikisi iştirak edib. Həm malın sayı var, həm də məbləğ var. Biz baxırıq ki, bunların arasında hansı əlaqə var. 12-ni 3-ə böləndə 4 eləyir. Deməli, aşağıdakı qiymət, yəni aşağıda yazacağımız ədədlər, yuxarıda yazacağımız ədədlərdən 4 dəfə böyük olmalıdır. O zaman, yəni burada bu asılığın 4 olduğunu tapdıq. 4-ü 4-ə vuracaq, buraya yazılacaq 16, 1-i 4-ə vuracaq, buraya yazılacaq 4. Amma bu xanada isə məbləğ var 8. Deməli, yuxarıdakı xananı tapmaq üçün 8-i biz 4-ə bölməliyik. Burada yazılacaq 2. Yuxarıdakı məbləğlər aşağıdakı məbləğdən 4 dəfə kiçik oldu və yaxud da aşağıdakı məbləğlər yuxarıdakı məbləğdən 4 dəfə böyük oldu. B bəndinə baxaq. Burada da hər ikisi verilən xanadan istifadə edirik. Baxaq görək arasında hansı asılıq var. 5,8-i bölək 2 eləyəcək 2,9. Deməli, 1-i 2,9-a vuracaq. Bura olacaq 2,9. 4-ü də 2,9-a vuracaq. 4-ü 2,9-a vuranda eləyəcək 11,6. Bu xanaya da yazılmalıdır. 11,6. 5-ci tapşırıq. Tənasüb qrup həll etməklə suallara cavab verin. 2 sm kub dəmirin kütləsi 15,6 qramdır. 5 sm kub dəmirin kütləsi nə qədərdir? Burada eyni kəməkləri alt-alta yazmaq lazımdır. 2 sm uyğun gəlir 15,6 qram. Santimetrin kubu da qram. 5 santimetrin kubuna isə uyğun gəlir x qram. Yəni bilmirəm nə qədərdir. İndi uyğun kəməkləri bir-birinə bölürük. 2-ni bölürük 5-ə. Bərabərdir. 15,6-nı da bölürük x-a. Bunların sonlarına santimetr kub və yaxud da burada qram yazmaya ehtiyac yoxdur. Çünki eyni kəməklərdir və onlar böləndə yəni bir-birini ixtisar edəcəklər. Tənasübün kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir xassəsindən istifadə edirəm. 2-ni vururuq x-a, bərabər edirik. 5-i vururuq 15,6-ya. 2 vurulsun x bərabərdir. 5-i 15,6-ya vuranda 78 eləyir. X-i taparkən də 78-i bölmək lazımdır 2-yə. Bu da bərabər edəcək 78-i 2-yə böləndə 39 qram. A bəndi. İndi keçək B bəndinə. B bəndə deyir, 6 vedrə süddən 2 kiloqram kərə yağı alınır. 6 vedrə. 6 vedrədən alınır 2 kiloqram. Sonra nə yazıb? 4 kiloqram kərə yağı almaq üçün neçə vedrə süd lazımdır? Bizə 4 kiloqram veribsə, deməli biz 4 kiloqramı 2 kiloqramın altına yazmalıyıq. Burada x vedrə. Yenə də tənasüb quraq. 6 bölünsün x bərabərdir. 2 bölünsün 4. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. X vur 2 bərabərdir. 6 vur 4. X vur 2 bərabərdir. 24. X da bərabərdir. X taparkən 24-ü 2-yə bölməliyik. Yəni hasil məlum vuruğa bölünür. Bu da bərabərdir eləyəcək 12 vedrə. C bəndi. Samir 20 dəqiqəyə kitabın 18 səhifəsini oxudu. 20 dəqiqə 18 səhifə. O eyni sürətlə 126 səhifəlik kitabın nə qədər vaxtda oxuyar? Deməli, 126 səhifə deyirsə, 18 səhifənin aşağısında yazmalıyam onu. Bu da x dəqiqə. 20-ni bölürük x-a, bərabər edirik. 18-də bölürük 126-ya. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 18 vurulsun x bərabərdir. 20 vurur 126. 18x bərabərdir. 20-ni 126-ya vuranda 2520 eləyir.
X-i taparkən isə biz 2520-ni bölməliyik 18-ə. 2520-ni də 18-ə böləndə eləyəcək 140 dəqiqə vaxt lazım olacaq. Keçək digər çalışmaya. 6. X və Y düz mütənasib cəmiyyətlərdir. Verilən şərtə görə mütənasiblik əmsalını müəyyən edin. Y-in X-dan asılı düsturunu yazın. Y bərabərdir KX-dir bizim düsturumuz və buradan biz K-nı tapmaq üçün Y-i X-a bölməliyik. İndi A bəndində K bərabərdir 8 bölünsün 2. Çünki Y 8-dir, X isə 2-dir. 8-i 2-yə bölündə 4 eləyir. Deməli, Y bərabərdir KX, o da bərabərdir K-nın yerinə 4 yazıram. Düsturumuz olacaq 4X və yaxud da aşağıdan Y bərabər 4X formasında da yaza bilərik. B bəndində K bərabərdir 12 bölünsün 4, 12-ni 4-ə böləndə 3 eləyir. Y də bərabərdir olacaq 3X. Çünki K 3-dür, yanına da X yazmalıyıq. C bəndində K bərabərdir Y 3-dür, X 6-dır. Burada tam bölünmür, amma ixtisar gedəcək. 3 və 6, 3 ixtisar gedir. 1 dəfə, 3-ə gedir 2 dəfə. Y bərabərdir 2-də 1X və yaxud da bunu biz onluq kəsir formasında da yaza bilərik. Bərabərdir 0,5X kimi də yaza bilərik. 7-ci çalışma. Sahəsi 18 metr kvadrat olan otağın döşəməsini rəngləmək üçün 3,6 kiloqram boya işləndi. İstifadə edilən boyanın miqdarının rənglənən sahədən düz mütənasib olduğunu necə izah edərdiniz? Bu çox sadədir bunu izah etmək. Təbii ki, otağın sahəsi artdıqca boyanın sahəsi artacaq. Otağın sahəsi azaldıqca boyanın sahəsi yox, miqdarı azalacaq. Artanda artır, azalanda azaldığı üçün də biz ona deyirik ki, düz mütənasib aslıdır. 7-nin B bəndini isə biz həll etməliyik. Burada belə götürək. X bərabərdir 18 götürək, Y bərabərdir 3,6 götürək. K-nı tapmaq üçün bilirik ki, biz Y-i X-a bölməliyik. 3,6-nı bölməliyik 18-ə. Sürət və məxrəci 10-a vuraq ki, bu natural ədədə çevrilsin. 3,6-nı vuranda 10-a 36, bunu isə 10-a vuranda 180. Daha sonra 36 və 180 də elə 36-nın özünə ixtisar gedir. 1 dəfə, bu da 5 dəfə. K-mız oldu 5-də 1 və yaxud da 0,2. C bəndində işlədilən boyanın miqdarının M, otağın sahəsindən S-dən asılı düsturunu yazın. Əgər biz burada K-nı 0,2 tapmışıqsa, o zaman M bərabər olar, yəni boyanın miqdarı bərabər olar 0,2 otağın sahəsində S deyiblər. Düsturumuz olar belə. S bərabər 15 olsa hesablayaq. 0,2-ni bir dəfə vuraq 15-ə. 0,2-ni 15-ə vuranda 3 eləyər, yəni olar 3 kiloqram. M bərabərdir. İkinci dəfə 20-ni yerinə qoyaq hesablayaq. 0,2-ni 20-yə vuranda eləyər 4 kiloqram. Növbəti də 28-i qoyaq yerinə. 0,2-ni vuraq 28-ə. 0,2-ni də 28-ə vuranda eləyəcək 5,6 kiloqram boya lazım olacaq. 8-ci çalışmaya. Düz mütənasib aslılığın qrafikinə əsasən mütənasiblik əmsalını tapın və bu aslılığın düsturunu yazın. Deməli, həm mütənasiblik əmsalı tapmalıyıq, həm də düstur yazmalıyıq. Burada nümunə izahı da var. İndi çalışmalar üzərində də baxıb aydın izah eləyəcəm. A bəndində bizə burada nöqtə verib. 8-ci tapşırıq A bəndi. Nöqtə verib bizə, bu qırmızı nöqtə. X oxunda qırmızı nöqtə 1-dir. Həmçinin nöqtənin koordinatı verib 1, 4. 1, 4. Bilirik ki, birinci yazılan nöqtə X-i bildirir, ikinci yazılan nöqtə Y-i bildirir. K bərabərdir, Y bölünsün X. Deməli, 4 bölünsün 1 bərabərdir olacaq 4. K-mız oldu 4. K-nı artıq biz 4 təyin etdiyimizə görə funksiyanın düsturunda yaza bilərik. Y bərabərdir KX. K-nı yerinə 4 yazıram. Düsturumuz olacaq. Y bərabərdir 4X. İndi B bəndinə baxaq. B-də 2, 2-dir. Yəni X-ımız da 2-dir, Y-ımız da 2-dir. K bərabərdir Y bölü X. 2 bölünsün 2. Bərabərdir 1. O zaman düsturumuz olacaq Y bərabər KX.
k-nı yerinə 1 qoysam, 1 x-ə vursam x olacaq. Və yaxud da bu formada y bərabərdir x formasında da düsturu yaza bilərik. Keçək C bəndinə. 8-in C-si. Burada nöqtə bizə verilib 2, 3. Birinci x-in qiymətidir, sonrası y-in qiyməti gəlir. K bərabərdir y bölünsün x. 3-ü bölürük 2-yə, eləyir 1,5. Y bərabərdir kx. K-nın yerinə 1,5 yazıram və sonra da x yazıram. Yəni düsturumuz oldu y bərabərdir 1,5 x. Keçək 9-a. Y dəyişənini x dəyişənindən düz mütənasib asılıdır. Mütənasiblik əmsalını tapın və düsturu yazın. Cədvəli tamamlayın və qrafiki qurun. Burada 3 və 6-nı görürəm. Yəni hər iki xanada qiymətlər olduğuna görə k-nı tapa bilərəm. K bərabərdir y bölünsün x. 6 bölünsün 3, yəni 2-dir. Mütənasiblik əmsalını tapdıq. İndi düsturu tapaq. Y bərabərdir kx. Yəni k-nın yerinə 2 yazıram. 2x olacaq. Y bərabərdir 2x oldu bizim düsturumuz. İndi bu düstura əsasən biz cədvəli tamamlayacaq. X 4 olanda y olacaq. 2-ni 4-ə vuracaq 8. X 1 olanda 1-i 2-yə vuracaq, olacaq 2. Burada isə y 4-dür. Yəni 2x bərabərdir 4-ə. O zaman x taparkən biz 4-ü 2-yə bölməliyik. Yəni x-imiz qiyməti burada olacaq 2. Cədvəldə verilən məlumatlar əsasən biz qrafiki qura bilərik. Burada y-ın ən böyük qiyməti 8-dir. X-in isə ən böyük qiyməti 4-dür. Nə qədər lazımdırsa o qədər ayırdım. Təbii ki, siz biraz daha çox ayıra bilərsiniz, fərqi yoxdur onun. X 1, y 2. Cədvəldən istifadə edirəm. 1 olanda 2. 1 olanda 2 olursa nöqtə düşdü bura. 2 olanda 4. 2 olanda 1 dəqiqə. 1 olanda 2. 1, 2. 1 olanda 2 bura düşür. 2 olanda 4. 3, 4. 2 olanda 4 bura düşdü. 3 olanda 6. 5, 6. Bura düşdü. 4 olanda 8. 8 bura düşdü. Yəni bunları baxın bu formada birləşdirdik. Bu nöqtə yanlışdır, bunu nəzərə almayın. Və biz bunu birləşdiririk. Bu nöqtələrdən keçən düz xətti, yəni bu nöqtələrdən keçən düz xətt oldu bu formada. Və həmçinin biz burada bu düz xətti koordinat başlanğıcında keçirtməliyik. Çünki həmişə y bərabərdir kx funksiyasında x bərabərdir 0 olsa, həm burada yerinə də qoyanda y bərabərdir 0 olur. Yəni kx-ın bütün növlərində, yəni k-nın qiymətinin nə olmasından asılı olmayaraq həmişə koordinat başlanğıcından keçir. Buradakı bu bayaq nöqtə səhv düşmüşdü, bunu nəzərə almayın və qrafikimiz oldu bu şəkildə. A bəndində həmçinin deyir ki, x bərabər 10, x bərabər 100 olanda y-ın uyğun qiymətini hesablayın. O zaman x bərabər 10 yazıram. Y bərabər 2x idi axı düsturumuz. 2 vurulsun 10 olacaq 20. X bərabərdir 100 olanda y bərabərdir 2 vurulsun 100 bərabər olacaq 200. A bəndinin bütün bizə deyilən şərtlərini tamamladıq. İndi keçək B bəndinə. B bəndində yenə də əvvəlcə mütənasiblik əmsalını tapaq. 6 və 3 verib, onlardan istifadə edəcəm. K bərabər y bölünsün x. Y-ın qiyməti 3-dür, x-in qiyməti 6-dır. Burada ixtisar gedəcək, qalacaq 2-də 1. K-mız oldu 2-də 1. İndi düsturu yazaq. Y bərabərdir kx, yəni olacaq 2-də 1 x və yaxud da 0,5 x da yaza bilərik. Cədvəlin içərisini dolduraq. X-in qiyməti bizə 2 verib. 2-ni vuranda 2-də 1-ə, bunlar ixtisar gedəcək, qalacaq 1.
Daha sonra isə y-in qiymətləri verib x-in qiymətlərini tapmalıyıq. Yazaq o zaman belə. 0,5x bərabərdir. Y-in qiyməti 2-dir. X-i taparkən 2-ni bölməliyik 0,5-ə. Hər ikisini 10-a vursam 20-ni bölməliyəm 5-ə 4 olur. Deməli, x oldu 4. İndi burada ikincini hesablayaq. İkinci deyəndə ki, yəni sonuncu xananı hesablayaq. 0,5x bərabər olmalıdır. Y-in qiyməti 4-dür. Çünki bizə x-in qiymətini tapmaq lazımdır. 4 böl 0,5, yəni 40 böl 5. Hər ikisini 10-a vurduq. Bu da eləcək 8. İndi burada cədvəldə bizə verilən məlumatlardan istifadə edək və qrafikimizi quraq. Y-in ən böyük qiyməti 4-dür, x-in ən böyük qiyməti 8-dir. X-i biraz daha uzun götürmək olar ki, qrafikimiz düzgün gəlsin. Bayaq qeyd elədim ki, A bəndində KX funksiyası mütləq K-nın qiymətinin nə olmasından asılı olmayaraq həmişə koordinat başlanğıcına keçir. Yəni buradan keçir mütləq. İndi baxaq, x2 olanda 1, 2. Y olur 1. 40-40 xətlərlə birləşdirsə düşəcək bura. X4 olanda 3, 4. Y olur 2. Yine 40-40 xətlərlə birləşdirsə düşəcək bura. X6 olanda 5, 6. Y olur 3. Düşdü bura. X8 olanda 7, 8. Bu 4 olur. Yine də 40-40 xətlərlə birləşdir düşdü bura. Deməli, bizim qrafikimiz bu nöqtələrdən keçən düz xəttdə olacaq. Baxın belə. İndi x bərabər 10 və x bərabər 100 olanda da qiymətləri hesablayaq. X bərabər 10 deyirsə bizə y bərabərdir 0,5x idi. 0,5 vurulsun 10, cavabımız eləyəcək 5. X bərabər 100 olanda da hesablayaq. Y bərabər 0,5x idi. 0,5'i vururuq ona, cavabımız eləyəcək 50. Keçək 9'un C bəndinə. 4 və 10 verib istifadə eləyək onlardan K-nı tapaq. Y bölünsün x-dir K-nın qiyməti. Y 10'dur, x isə 4'dür. Burada 10 və 4 2'yə ixtisar gedər 2 dəfə, 2'yə gedər 5 dəfə, 5'i isə 2'yə böləndə 2,5 elədi. K-nı təyin etdik. Y bərabərdir olacaq 2,5x. Yəni KX-ə nəzərən o formada yaza bilərik. İndi verilən məlumatlardan istifadə eləyək və cədvəli tamamlayaq. X2 olanda Y olur 2,5 vurulsun 2, yəni 5. Bura 5 yazmalıyım. Siz bunu şifahi hesablaya bilərsiniz. Yəni kim şifahi hesablaya bilirsə şifahi hesablayıb yaza da bilər. X6 olanda Y olur 6 vur 2,5, yəni 15. Buraya yazılacaq 15. Növbətidə isə yəni ən sonuncuda Y 12'dir, X yoxdur. Yəni 2,5x-i bərabər eləməliyik 12'yə, X-in qiymətini tapmalıyıq. X bərabərdir 12'ni bölməliyəm 2,5'ə, yəni 120'ni bölməliyəm 25'ə. 120'ni də 25'ə böləndə cavabımız eləyəcək 4,8. Yəni buraya yazılacaq 4,8. İndi cədvəli quraq. Daha doğrusu qrafiki quraq. X-in ən böyük qiyməti 4,8, Y-in ən böyük qiyməti 12'dir. O zaman yuxarıdakı oxu, Y oxunu biraz daha böyük götürməliyik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. X oxumuz. Bayaq da qeyd elədim, A bəndində qeyd elədim, mütləq KX funksiyası koordinat başlanğıcından keçir, yəni nöqtənin biri mütləq buradadır. İndi x2 olanda y 5 olub. X-in 2'si, y-in 5'i, 1, 2, 3, 4, 5. Bax buradadır. 40-40 xətlərlə birləşdirsək düşəcək bura. Daha sonra x4 olanda 4 olanda y olub 10. Mən bu qrafiki yenidən çəkim. Çünki burada y-in 15 qiyməti var. 15 qiymətinə bu uyğun gəlməyəcək. Mən qrafiki 12'yə nəzərən yazmışdım. Amma buradan yeni qrafik çəkəcəm. Çünki 15 var orada və düz gəlməyəcək. Qrafik istəmirəm, səliqəsi salınsın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bu da x
0 0 qeyd edirik. 2 olanda 5 olur. 2 olanda 1 2 3 4 5. Qırıq-qırıq xəttlərlə birləşdi, nöqtə düşdü bura. 4 olanda 3 4. 4 olanda olur 10. 6 7 8 9 10. Birləşdirək bu xətti. Nöqtə oldu burada. 6 olanda 5 6. 6 olanda olur 15. 11 12 13 14 15. Bunun hamısını sırayla da yazmaq olar. Mən sırayla yazmıram ki, səliqəsiz görsənməsin. Siz sırayla da yaza bilərsiniz, əgər çaşırsınızsa. Bunu da birləşdirək. Nöqtə oldu burada və sonuncu 4,8 ilə 12-də. 4,8 təqribi baxın bura düşür. 4 ilə 5-in arasında, amma 5-ə daha yaxın. Bax bura düşür 4,8. 4,8 ilə 12. 12 də buradadır. Bunları da biz qırıq-qırıq xəttlərini birləşdirsək, təqribi nöqtə olacaq burada. İndi bu nöqtələrdən keçən düz xətti çəkməyə çalışaq. Xəttkeşlə də çəkə bilərsiniz ki, daha səliqəli alınsın. Qrafikimiz oldu belə. İndi x bərabərdir 10-u hesablayaq. X bərabərdir 10 olanda y bərabərdir 2,5 x idisə, bizim düsturumuz 2,5-i vururam ona olur 25. Y bərabər yenə 2,5 x yazıram. 2,5-i x bərabər 100 üçün hesablayıram. 2,5-i vururam 100-ə. Cavabımız eləyəcək 250. 10-cu çalışma. Düz mütənasib aslının qrafik verilmiş nöqtədən keçir. Uyğun düsturu yazın, cədvəl tərtib edin və qrafik qurun. Qrafik üzərində əlavə 3 nöqtənin koordinatlarını yazın. Əvvəl k-nı tapaq. K bərabər y bölünsün x-də. 8-i bölürük 4-ə. Cavabımız eləyir 2. Y bərabərdir kx-də düsturumuz. 2-ni yerinə qoysaq olacaq 2x. Yəni y bərabərdir. Düsturumuz oldu 2x. Düsturu yazdıq. Gəlin cədvəl tərtib eləyək. X, bu da y. X-a qiymətinə 1 versək, 2-ni 1-ə vuranda 2. 2 versək, 2-ni 2-yə vuranda 4. 3 versək, 3-ü 2-yə vuranda 6. Elə 3 dənə nöqtə bəsdir. Y, bu da x oxum. 1 olanda 2 olur. X 1 olanda y olur 2. Nöqtə düşdü bura. 2 olanda 4 olur. 3 4. Nöqtə düşdü bura. 3 olanda olur 6 5 6. Nöqtə düşdü bura. 1 2 kx mütləq koordinat başlanğıcından keçir. Burada bir dənə nöqtə qoymalıyam və bu nöqtələrdən keçən düz xətti keçirməliyəm. Qrafik üzərində əlavə olan 3 nöqtənin koordinatını yazın. Əslində elə bunlar da nöqtədirlər. Yəni 1 2 də nöqtədir. 3 2 4 də nöqtədir. 3 6 da nöqtədir. Bir dənə də bizə özü nöqtə verilmişdik 4 8-dən keçməsin. Məsələn, başqa cür qiymətlər də vermək olar. Qrafik üzərində 5 olanda 5-i 2-yə vuranda 10 olar. Və yaxud da 6 olanda 6-nı 2-yə vuranda 12 olar. Və yaxud 7 olanda 7-ni 2-yə vuranda 14 olur. Əlavə olaraq belə nöqtələr yazmaq mümkündür. Amma ehtiyac yoxdur. Yəni elə bu 3 dənə nöqtəni təyin etsək kifayətdir. Keçək onun B bəndinə. K bərabərdir. K-nı təyin eləyək. Y bölünsün x. 2 bölünsün 4. 2-yə ixtisar getsə 1. 2-yə getsə 2-də 1. Yəni 0,5. Y bərabərdir 2-də 1 x və yaxud da 0,5 x formasına yazıb cədvəlimizi doldura bilərik. X, y. X-a, məsəl üçün 2 qiymətini verək. 0,5-i 2-yə vuranda eləyəcək 1. Elə qiymətlər verək ki, yəni qrafiki qurarkən bizə çətinlik törətməsin. 3 qiymətini versək, 3-ü 0,5-ə vuranda 1,5. Başqa da 6 qiymətini verək. Çünki 4-2 qiyməti verilib. 6 qiymətini verək. 0,5-ə vuranda 6 eləyəcək 3. Bu nöqtələrə uyğun olaraq qrafiki çəkək. X, y. Buradan mütləq nöqtə qeyd etməliyəm. 2 olanda 1. 3 olanda
1,5. 1,5 2 ilə 1'in arasına düşür. Bax, bura düşür. 6 olanda 3. 4, 5, 6 olanda da 3. Qrafikimiz olacaq belə. Nöqtələri də yaza bilərik. 2, 1. Yəni burada verilən 4, 2 nöqtəsindən əlavə bu nöqtələrdir. 3, 1,5, 6 və 3. Həmçinin 4, 2 nöqtəsini də qeyd etmək olar qrafik üzərində. X 4 olanda Y olur 2. Birləşdirsə ilə gəlib düşəcək qrafikin üzərinə. Sonra keçək onun C bəndinə. Onun C bəndi. K bərabərdir. Y bölünsün X. 6 bölünsün 2. K oldu 3. Y bərabərdir 3X. Cədvəl tərtib eləyək. X, Y. 1 verəndə 3 alınsın. 2, 6 onsuz var. Onu yazmayaq. 3 olanda 9. Çünki biz əlavə nöqtələr tapırıq. 3 olanda 9. 3 3'ə vuranda 9 eləyir. 4 olanda da 3'ü 4'ə vuranda 12. Gəlin qrafiki çəkək. 8, 9, 10, 11, 12. Bir olanda 3 olur. 1, 2, 3. 3 olanda 9 olur. 2, 3. 3 olanda 9 götürək. 4, 5, 6, 7, 8, 9. Qırıq xəttlərlə birləşdirsə nöqtə oldu burada. 4 olanda da 12. 10, 11, 12. Bunu birləşdirsə nöqtə düşür bura. Həmçinin bizə verilən 2, 6 nöqtəsində burada qeyd edə bilərik. 2, 6'nı da qeyd eləyək üzərində. 2 olanda 6 olur. 4, 5, 6. İndi və koordinat başlanğıcına mütləq keçməlidir. Bu nöqtələrdən keçən düz xətti çəkək. Qrafikimiz oldu belə. Nöqtələri isə 1, 3 yazırıq. 3, 9 yazırıq. Bunlar hamısı qrafik üzərində olan nöqtələrdir. Və 4, 12 yazırıq. Keçək indi D bəndinə. K bərabərdir 3 bölünsün 3. Bu da olacaq 1. Yəni Y bərabərdir KX. Bu da olacaq. K-nın yerinə 1 qoysam X. Üstümüz oldu. Y bərabərdir X. Cədvəl tərtib eləyək. 1 olanda 1 olacaq. 2 olanda 2 olacaq. 3'ü yazmayaq. 3 yazılıb. 4 olanda da 4 olsun. Bunlar əlavə 3 dənə nöqtələrdir. Yəni 1, 1 nöqtəsi, 2, 2 nöqtəsi, 4, 4 nöqtəsi. Qrafikimizi quraq. Y oxu, X oxu. Mütləq koordinat başlanğıcından keçir. 1 olanda 1 olur. 2 olanda 2 olur. 3'ü də qeyd eləyək. 3 olanda 3 olur. Bizə verilən nöqtədir bu. 4 olanda da 4 olur. Bu nöqtələrdən keçən düz xətti çəkək və qrafikimiz quruldu. Növbəti çalışma 11. Düz mütənasib aslığın qrafiki M28 nöqtəsindən keçir. Verilmiş nöqtə bu qrafik üzərində yerləşirsə, boş xanaya uyğun koordinatı tapın. Əvvəl gəlin bu nöqtədən istifadə edək. K-nı tapaq. Y bölünsün X. K-mız olacaq 8 bölünsün 2, yəni 4. Düsturumuz belədir. Y bərabərdir 4X-dir. İndi biz B nöqtəsi verib 1 və boş xana. Yəni 1X-in qiymətidir, Y-in qiyməti yoxdur. Burada Y-i tapmaq üçün yazıram 4 vurulsun 1. Yəni boş xanaya olacaq 4. İndi ikincidə A boş xana verib və 10 verib. Y-in qiyməti 10'dur. Yəni 4X bərabər 10'dur. X-i taparkən biz onu 4'ə bölməliyik. Onu 4'ə böləndə cavabımız eləyəcək 2,5. Yəni boş xanaya yazılmalıdır 2,5. D-də 3 verib və boş xana verib. Burada təbii ki X-in qiyməti 3'dür. O zaman Y tapmaq üçün 4'ü 3'ə vurmalıyam. Bura yazılmalıdır boş xanaya 12. Və sonuncu E-də boş xana verib. Digər qiymətimiz 16'dır. 16 Y-in qiymətidir. Yəni 4X bərabər Y-in qiyməti 16. X də bərabər olur. 16'nı böləndə 4'ə cavabımız 4. Boş xanaya yazılmalıdır 4 qiyməti. Keçək 12'yə.
Nasos qoşulduqdan sonra boş çənə yığılan suyun həcmi y zamandan x düz mütənasib asılıdır. Qrafikimizdə verib. Verilmiş qrafikə əsasən çənə yığılan suyun həcminin zamandan asılı düsturunu yazın. Biz bu düsturu yazmaq üçün qrafikdən istifadə etməliyik. Grafikdə bizə hazır nöqtələr verib. 2,30 verib və 6,90 verib. İkisindən birindən istifadə edə bilərik. Fərqi yoxdur. Bundan da istifadə etsək k-nın qiymətini alacaq. Bundan da istifadə etsək k-nın qiymətini alacaq. Yəni birinci nöqtədən istifadə edək. X bərabərdir 2 yazaq. Y bərabər 30 yazaq. K-nı taparkən y x-a bölmək lazımdır. Yəni 30-u bölürəm 2-yə. Cavabımız elədi 15. Düsturumuz da olacaq y bərabərdir kx-a görə yazsaq, k-nın qiymətini 15-dir. Düstur olacaq y bərabər 15x. İkinci sualda deyir, qrafik üzərində qeyd olunmuş nöqtələrin koordinatları nəyi göstərir? İzah edin. Nöqtələr bu iki nöqtədən söhbət gedir. Bu o deməkdir ki, əgər x oxun zamanı bildirirsən, yəni 2 dəqiqəyə çənə yığılan, boş çənə yığılan suyun həcmi olacaq 30 litrinə verib 30 litr. Bu isə 6 dəqiqəyə isə yığılan suyun həcmi olacaq 90 litr. Yəni bunu bildirir. 13-cü tapşırıq. Şəkildə işçinin aldığı əmək haqqının y iş saatlarının sayından, yəni x-dan asılı qrafiki verilmişdir. Bu düz mütənasib asılının qrafikidirmi? Bəli. Cavab verir ki, bəli, düz mütənasib asılının qrafikidir. Çünki burada iş saatlarının sayı artdıqca görürük ki, əmək haqqı da artır. Yəni bu artdıqca bu da artırsa, o zaman düz mütənasib asılıdır. İşçi 2 saat işlədikdə neçə manat əmək haqqı alır? Qrafikdən istifadə edilir. 2-yə nə uyğun gəlir? 20. Deməli, alacaq 20 manat. O 50 manat qazanmaq üçün neçə saat işləməlidir? 50 manatı buradan tapırıq və onsuz bizə nöqtə verib, burada da uyğun gəlir bu nöqtəyə, yəni 5 saat. 5 saat işlədikdə 50 manat alır. Üçüncü sualın da cavabı oldu 5 saat. Mütənasiblik əmsalı neçədir və nəyə göstərir? Mütənasiblik əmsalını tapmaq üçün biz yuxarıda 12-ci çalışmada həll elədiyimiz kimi grafikdə bizə verilən iki nöqtədən birindən istifadə edirik. X-ın qiyməti 2-dir. Birinci nöqtədən istifadə edirik. Y-ın qiyməti 20-dir. K-nı taparkən y-i x-a bölürük. 20 bölünsün 2. Bərabərdir 10. Mütənasiblik əmsalı oldu 10. Və mütənasiblik əmsalı nəyi bildirir? Hər 1 saata görə işçi 10 manat əmək haqqı alır. Və yaxud da iş saatlarının sayının əmək haqqının miqdarından neçə dəfə çox olduğunu bildirir. Və növbəti sual. İşçinin aldığı əmək haqqının və iş saatlarının sayından asılılıq düsturunu yazın. Y bərabərdir olacaq. Bura 10 almışamsa yazıram 10x. Bu oldu bizim düsturumuz. Sonuncu sual. İşçi 10 saat üçün nə qədər əmək haqqı alır? Y bərabər düsturumuz 10x-dırsa, onu ona vuracaq. Cavabımız eləyəcək 100 manat əmək haqqı alar. Hətta bu cavabları bunun yanına da yazmaq olar. Düsturumuz oldu y bərabərdir 10x. Burada da oldu y bərabər 10x bərabərdir 10 vurulsun 10 bərabərdir 100 manat əmək haqqı alar.